Salam, imtahana son 20 gün qaldı. Həyəcanlanma, məqsədim sənə dəstək olmaqdır, həyəcanlandırmaq yox. Əgər sən də Amerika prezidentlərini qarışdırsansa, məncə bu video sənin üçündür. İqtisadiyyatı və sənayenin digər sahələrinə dövlət nəzarətini gücləndirir. Bax, dövlət nəzarətini gücləndirən prezidentlər Woodrow Wilson, Theodore Roosevelt, Franklin Roosevelt, Truman. Dövlət nəzarətini zəiflətdi, yəni azad sahibkarlığa üstünlük verən Calvin Coolidge, bax, dövlət nəzarətini zəiflətdi Calvin Coolidge, Warren Harding və Ronald Reagan. Hərbi xərcləri azaltdı. Bill Clinton hərbi xərcləri artırdı, Reagan və kiçik George Bush. Az gəlirli əhalinin vergilərini azaldan Amerika prezidenti Reagan, baxın, kasıblara dəstək oldu. Bəs iri kapitala qoyulan vergiləri artıran kim idi? Varların üzərində vergini qoyub ki, sizin pulunuz var da gətirib verəcəksiniz zaten. Obama. Bəs iri kapitala qoyulan vergiləri azaldan kim idi? Amerikanın işi biznesi deyən, onlara dəstək olan Calvin Coolidge. Ümumi olaraq vergiləri azaldan John Kennedy. İşsizlərə müavinət verən Nixon. Amma həmin o işsizləri verən müavinəti ləğv edən Reagan'dır. Deyir ki, əmək qabiliyyətin var da, mən sənə niyə müavinət verməyim ki, git işlə qazan.